Salam. Keçən videomuzdan qaldığımız yerdən davam edirik. Adi kəsrlərin qaydasını o bir videoda izah etmişdim. Onu qayda dəftərindən qeyd etdinizsə, indi nümunələr əsasında adi kəsrlərin izahına aid testlərə baxaq. Birinci, adi kəsrlərin sayını tapın. Adi kəsr nədir? Baxın, A, B. Əgər A və B natural ədəddirsə, bu nisbətə adi kəsr deyilir. Qeyd etmişdim digər dərsimizdə, izahda. Yəni A və B natural ədəd olmalıdır. İndi baxırıq bura. Burada mənfi var. Ümumiyyətlə natural ədəd müsbət ədədlərdir və kəsir olmayan ədədlərdir. Kəsir olmayan. Keçən videomuzda demişdim, müsbət ədədlər və kəsir olmayan ədədlərə deyilir. İndi burada mənfi var deyə bunu çıxırıq. Bunu götürə bilərik. 3 və 4 ikisi də müsbətdir. 5 ilə 5 bunu da götürə bilərik. Bu mənfidir, götürmürük. Bu müsbətdir, ikisi də götürürük. Müsbətdir, ikisi də götürürük. Bu mənfidir, götürmürük. Baxın 4 dənə. Cavab C variantı. Kəsirlərdən neçəsi düzgün olmayan kəsirdir? Düzgün olmayan kəsir nə deməkdir? Məxrəc sürətdən kiçik olanda düzgün olmayan kəsirdir. Məxrəc sürətdən kiçik olanda. Burada məxrəc sürətdən böyükdür. Bu düzgündür. Burada eynidir. Yenə düzgün olmayan kəsir göz. Eyni olanda da. Baxın, bərabərdə qoyuram. Eyni olanda da düzgün olmayan kəsirdir. İndi baxaq. Yenə məxrəc sürətdən böyükdür. Deməli, bu düzgün kəsirdir. Məxrəc sürətdən kiçikdir. Baxın, kiçikdir. Sürətdən kiçikdirsə, düzgün olmayandır. Burada kiçik deyil, məxrəc sürətdən böyükdür. Yəni, bu düzgün olandır. Burada da düzgün olandır. Baxın, 3'də 3, bir də 5'də 8. Düzgün olmayanı istəyir bizdən. Düzgün olmayanda sürət böyük olmalıdır. Yaxşımı? Sürət böyük olmalıdır. Neçədən aldım? 2 dənə. Məxrəci 12 olan neçə düzgün kəsir var? Məxrəc 12 olan neçə düzgün kəsir var? Düzgün kəsir nədir? Sürət balacadır. Yaxşımı? Sürət balacadır. Sürət balaca olmalıdır. 12-dirsə məxrəc, 12-dən balaca nə qoya bilərik? 0 heç cürə qoymuruq. 1, 2, 3, 4, 5, 6, sonra 7, 8, 9, 10, 11. Baxın, neçədən oldu? 11 dənə qoya bilərik. 12'ni özün qoya bilmərik. 12'də 12 uca düzgün olmayan kəsir olacaq. Bizə düzgün kəsir istəyir. İndi 0'ın özün götürmürük. Niyə 0 götürmürük deyə soruşsanız. Çünki 0 natural ədəd deyil. Biz dedik ki, adi kəsirdə natural olmalıdır. 0 tam ədəddir. 0 tam ədəddir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 elə 11 dənə qoya bilərik ora. Sürəti 6 olan neçə düzgün olmayan kəsir var? Sürət 6 olan düzgün olmayan. Sizcə nə qədər ola bilər? Düzgün olmayan. Bunu özünüz tapın. Düzgün olmayan deyəndə sürət böyük olmalıdır. Sürət böyük olmalıdır. İndi 6'dan balaca bura nə qədər ədəd qoya bilərsiniz? Onları sayıb variantı seçin. A'nın neçə natural qiymətində A plus 2 üstündə 7 kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsirdə dedik ki, sürət böyük olmalıdır. Yəni 7 böyük olmalıdır A plus 2'dən. İndi gəlin baxaq. Mən sizə tənliyi keçəndə demişdim ki, gəl bunların yerini dəyişək. A plus 2 kiçikdir 7'dən. Yəni burada da kiçikdir zaten 7'dən. Burada da kiçik oldu. Yəni yerini dəyişəndə heç bir fərq olmur. Biz bunu necə həll edə bilərik? Fərz edin ki, burada bərabər yazılıb. Fərz edin beyninizdə. Amma
Belə yazılıb da. Baxın, toplanan cəm. Elə fərz edək ki, burada bərabərdir. Elə fərz edək. Toplanan cəm. Məchul toplananı tapmaq üçün nə edirdik? Bundan bunu çıxırdıq. Cəmdən məlum toplananı çıxırdıq. Neçə eləyirdi? Bu arada bunun yerinə bunu yazırıq da bilirsiniz. Aha. A belə. Cavab neçə eləyir? 5. Всё. 5-dən kiçiyi nə qoya bilərik? Amma natural olsun. 0 olmasın. 0-dan böyük. Nə qoya bilərik? 1 qoya bilərik. 2 qoya bilərik. 3 qoya bilərik. 4 qoya bilərik. Gördünüz? Bizdən deyir ki, neçə natural qiymətində? Neçə dənə? 1, 2, 3, 4. 4 dənə natural qiymətində. Bunları da qeyd etdinizsə, keçək digərinə. Bura qədər izlədinizsə, yorumlara pişik emojisi qoyun. K-nın neçə natural qiymətində 9/K kəsri düzgündür, 15/K kəsri isə düzgün olmayan kəsrdir. Baxın, düzgün kəsrdə sürət kiçik olur. Düzgün kəsrdə sürət kiçik olur. Amma düzgün olmayan kəsrdə isə sürət böyük olur. İndi baxaq K-ya. K 9-dan böyük olmalıdır. 9-dan böyük olmalıdır. Yəni 9 K-dan kiçik olmalıdır. Və 15/K-da isə düzgün olmayan kəsrdirsə, yəni K 15-dən balaca olmalıdır ki, 15 K-dan böyük olsun da. Yəni 15 K-dan 15 K-dan böyükdür. Baxın. 9 K-dan balacadır. 15 isə K-dan böyükdür. Tam istədiyimiz kimi sürət burada böyükdür, sürət burada kiçikdir. İndi sizcə K-nın yerinə neçə dənə ədəd qoya bilərik? Tapın bu ədədləri, yazın bura, sonra sayın görün. Nə qədərdirsə cavabı seçin. 7. 5/n kəsri düzgündür. 9/n kəsri isə düzgün olmayan kəsirdir. Aha, yenə buradakı kimi eləyəcəksiniz. Amma deyir ki, n-in mümkün qiymətlərinin cəmini tapın. Yəni tapacaqsınız nələr ola bilər n-in yerinə, nələr ola bilər. Onları tapandan sonra həmin şeyləri toplayacaqsınız. Çünki cəmini istəyir. Sonra cavabı seçəcəksiniz. n/4 kəsri düzgün olmayandır. Baxın, n/4 kəsri düzgün olmayandırsa, demək ki, n 4-dən böyük olmalıdır ki, o düzgün olmayan olsun. Axı dedik, düzgün olmayanda sürət böyük olur. Sürət böyük olur. Yəni n 4-dən böyük olur. Gəlin yerlərin tərsinə yazaq. 4 bölün belə. Yəni n 4-dən böyük olur. Eləmi? Sürət böyük olur. Sürət n-dir. N böyükdür 4-dən. Amma n/8 isə düzgün kəsirdir. Düzgün kəsirdə sürət kiçik olur. Kiçik olur. Yəni n 8-dən kiçik olmalıdır. N kiçik olur 8-dən. Всё. N-in yerinə nə qoya bilərik? Tapın. Məsələn 5, 6, 7 qoya bilərik. Eləmi? İndi oxuyaq şərti. Deyir, mümkün qiymətlərin cəmi. 5 üstünə 6 üstünə 7. Tapın, cavabı burada qeyd edin. Sürəti 10 olan düzgün olmayan kəsirlərdən ən böyüyü ilə ən kiçiyinin cəmini tapın. Sürəti 10 olan kəsirlərdən. Düzgün olmayan. Uşaqlar, düzgün olmayan deyəndə sürət böyük olur. Böyük olur. Keçən qaydada yazdırmışdım. Sürət böyük olur. Düzgün olmayan deyəndə. Yəni biz aşağıya ondan balaca şeylər yazmalıyıq ki, yəni 10 buradan böyük olsun. Yəni bura balaca şeylər yazmalıyıq.
Balaca ədədlər. Düzgün olmayan kəsrlər ən böyük və ən kiçik. Bura ən böyüyünə qoya bilərik. Ən böyük 10 ilə özünü qoya bilərik. 10. 11 qoya bilməliyik. 11-də 10 olsa düzgün kəsr olacaq. Bizə düzgün olmayan deyir. Düzgün olmayan da bu böyük olmalıdır aşağıdakindən. Ya da bərabər olmalıdır. 10. Tamam. Bu arada biz burada düzgün olmayan kəsrə 4-ün özünü də götürə bilərik. Bunu baxın yaddan çıxmışdı. Burada 4-ün özünü də götürə bilərik. Çünki 4-də 4 özü də düzgün olmayandır. Onu biz nəzərdən qaçırtdıq. Baxın burada da düzgün olmayana 15-in özünü də götürə bilərik. 15-in özünü də götürə bilərik. Burada qeyd edəndə 15-in özünü də qeyd edin. Burada da eyni şəkildə düzgün olmayana 9-un özünü də götürə bilərsiniz. Yəni 5 böl n kəsri düzgündürsə, n düzgün kəsirdirsə 5-dən böyük olacaq. Düzgün kəsirdə n böyük olur, məxrəc böyük olur. Əgər düzgün olmayandırsa 9-dan kiçik olacaq. Yəni buna əsasən bu bərabər həm də yəni 9-un özünü götürə bilərsiniz deməkdir. İndi bura baxaq. Hardaydıq? Burada, eləmi? 10. Ən böyük 10 götürə bilərik. Ən böyük 10. Ən kiçiyinə götürə bilərik. Ən kiçik təbii ki 1 götürə bilərik. 0 götürə bilmərik. 0 həm tam ədəddir. Həm də ki 0 məxrəcdə heç vaxt ola bilməz. Hər hansı bir ədədi biz 0 yerə bölə bilmərik. Yəni, elə bir qayda riyaziyyatda yoxdur. Yəni o ən səhv əməldir. Ən kiçik 1, ən böyük 10 yaza bilərik. Bunların da cəmi neçə eləyir? 11. Gəlirik 10-a. A bərabər 3-də 2, B 4-də 3, C 5-də 4 ədədlərini müqayisə edin. Müqayisə eləmək üçün keçən dərsimizdə göstərmişdim. Müqayisənin bir yolu var. Ya sürətlər bərabər olmalıdır, ya məxrəclər bərabər olmalıdır. Burada heç biri bərabər deyil. Ona görə də məcbur biz bunları ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəcə gətirmək üçün 3, 4, 5. Ortaq nəyə gəlir? 3 də nəyə gəlir? Əkoblarını tapsanız, görəcəksiniz ki, 3 də 60-a gəlir. 60. Yəni, 3-də 2-ni 60-a gətirək. A bərabər 3-də 2. 3-də 2-ni 60-a necə gətirək? 20-yə vuraq ki, 60 olsun da, eləmi? Onu vurduqsa, bunu da vuraq. Deyək ki, bunlar bir yerdə iş görürlər. B-də 4-də 3, eləmi? 4-də 3. 4-də 3-ü 60-a necə gətirək? 4-ü 60-a necə gətirək? 15-ə vuraq ki, 60 eləsin. 3-ü də 15-ə vuranda 45 eləyir. C-də nədir? 5-də 4. 5-də 4-ü yenə 5-i 60-a necə gətirək? 5-i 12-yə vuraq ki, 60 eləsin. Eləmi? 4-ü də onda 12-yə vuraq. Çünki əgər məxrəci vuruqsa, sürətdə vurmalıyıq. İndi baxaq. Məxrəclər eynidirsə, artıq biz bunları müqayisə edə bilərik. Məxrəcləri eyni olan kəsrləri müqayisə etmək üçün baxırıq sürətlərə. Sürətlərdən hansı kiçikdirsə kiçikdir, hansı böyükdürsə böyükdür. Deməli, birinci 60-da 40-ı yazırıq, ən balaca budur. Sonra 60-da 45 yazırıq. Sonra da 60-da 48 yazırıq. İndi bunları müqayisə edək. Belə. B variantı. 11-i özünüz bayaq mənim elədiyim kimi edirsiniz. Bunu da eyni şəkildə, bunu da bu lapasantda sizə verib məxrəci. Burada da burada bilən sürətlər burada eynidir. Bunları məsələn A-la C-ni müqayisə eləyək. A-la C-ni. Müqayisə eləyin uşaqlar. Sürətlər eyni olanda eynirik, məxrəc kiçikdirsə böyükdür. Sürətləri tərsinə olur da, bilirsiniz, sürət eyni olanda. Yəni A belə C-də, indi B-ni də özünüz tapın görün. Ortaq məxrəcəmi gətirirsiniz artıq. Əslində, məntiqlə baxsanız 13-də 15 düzgün olmayandır. Yəni 1 tam 13-də 2 deməkdir bu. Eləmi? 15-i 13-ə bölsəz 1, 13 olduğu kimi qalır. Qalığı da götürüb sürətə yazırsınız. Bunun bir tamı var. Bunların heç tamı yoxdur. Bir tamı varsa demək olar ki, B bunların hamısından böyükdür. B bunlardan böyükdür. Belə olacaq. Bunda
Belə yazaq. CAB. Bunlar eyni şeydir. Prosta yerini dəyişdi. CAB. CAB A variant. Baxın, bunları da özünüz eləyəcəksiniz. Videonu dayandırıb işləyə bilərsiniz. Burada məsələn, burada ixtisar eləyin. Yox, ixtisar yoxdur burada. İxtisar eləyə bilməzsiniz. Ayşə, burada da ortaq məxrəcə gətirin. Ya da 4-ü 9-a bölün. Belə çubuqla. Təxmini yazın. Sonra 9-a 16-ya bölün. Təxmini yazın. Ya 16-nı 25-ə bölün. Belə təxmini yazın. Görün orada 0 tam neçələr çıxacaq. Sonra onları müqayisə. İndi özünüz baxın da. Bunlar da eyni şəkildə. Burada sürətlər eynidir. Sürətlər eyni olanda məxrəci kiçik olan böyükdür. Bu qədər.